Salam, hər vaxtınız xeyir. Qarşıdakı zaman kəsiyində həm niskilini, həm dərdini, həm kədərini içində daşıyan bir güclü xanımın iç dünyasına nəzər salacağıq. Əlbəttə sizlərlə birlikdə. Bəli, iki övlad anası, sahibkar, Oxlov Şirniyyat və Çörək evinin qurucusu, şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı xanımı. O sıfırdan bir marka yaratmağı, özünü tapmağı bacaran və ağır günlərdə belə ayaq üstə durmağı bacaran 21-ci yüzilin gənc qadın simasıdır. Beləliklə onunla söhbəti sizə təqdim edəcəm. Hər vaxtınız xeyir olsun Sona xanım. Necəsiz? Xoş gördük sizi. Çox sağ olun. Qısaca desək ki, şəhid leytenant Teymur Abbasovu qısaca siz cəmiyyətə necə təqdim edərdiniz, necə tanıdardınız onu desək? Mətanət xanım, Teymuru ümumiyyətlə tanıtmaq belə deyək də, Teymur zaten öz qəhrəmanlığı ilə, öz ucaldığı zirvə ilə artıq tarix yazmış bir qəhrəmandır və mən də sizin qarşınızda bir qəhrəmanın həyat yoldaşı kimi hal-hazırda çıxış eləyirəm, tamaşaçılarla biz bölüşürük fikirlərimizi. Teymuru hansısa bir formada təqdim eləmək mənə elə gəlir ki, onun göstərdiyi şücaətin yanında çox zəif və sönük qalar. O, tarix yazan qəhrəmanlardandır. Artıq adını tarixə bir qəhrəman oğul kimi Azərbaycanın suverenliyi uğrunda, Azərbaycanın bütövlüyü uğrunda həyatını, canını, ümumiyyətlə hər bir şeyini, gəncliyini fəda etmiş bir insan olaraq mənə elə gəlir ki, ən gözəl zirvəyə öz adını həkk eləyib. Çox vətənpərvər, çox ailəcanlı, ətrafında olan insanlara qarşı çox diqqətcil, ailəsinə qarşı çox, necə deyim, yəni bir insanın ən gözəl xüsusiyyətləri deyərdim ki, əgər bir kişi Azərbaycan kişisində təzahür edirsə, belə sırf mənim həyat yoldaşım və həyat yoldaşımın simasında digər şəhidlərimiz var. Sırf Azərbaycan kişisi obrazını biz həmin o şəhidlərimizin həyat və yaradıcılıqlarında görə bilərik. Yoldaşınızın hansı sizi həm kövrəldən, həm qürurlandıran məqamlar var ki, onları istənilən anda xatırlayırsınız? Heç yadınızdan çıxmır. Mən sizə belə bir şey deyim. Biz 10 il ailə həyatı yaşamışıq. Bu hər yerdə də qeyd edirəm. Biz oktyabrın 15-də 10 illiyimizi qeyd edəcəkdik ki, bu bizə qismət olmadı. Oktyabrın 12-sində Teymur Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına, şəhidlik zirvəsinə ucaldı. Bir yarımçıq bir hekayəmi deyim, bir yarımçıq yaşanmışlıqmı deyim. Yəni o artıq bizim qəlbimizdə bir yara kimi bir ömür boyu daşıyacağımız bir qədərdir. Teymuru ümumiyyətlə nəinki mən, bütün ailə üzvlərimiz, evladları, anası, qardaşları, bacısı, fərq etmir, dostları, qohumları. Mən deməzdim ki, bizim ümumiyyətlə bir saniyədə olsa ağlımızdan çıxır. Çünki daim qohum-əqrəba ilə olsun, dostları ilə olsun, ətrafdakı iş yoldaşları olsun və s. və ilaxır, hamı ilə çox mehriban bir insan idi və hamı ilə hər zaman əlaqədə, ünsiyyətdə olan bir insan idi. Yəni heç unudulmayası bir insan. Həm unudulmayası bir insan idi, həm də həyatımızda çox dərin izlər buraxan bir insan oldu. Məsələn, insan ailə qurduğu müddətcə sən bir süfrə başında əyləşirsən, sən mütləq şəkildə səhər yeməyi olsun, nə bilim, axşam yeməyi olsun, qonaqlıqlar olsun və s. və ilaxır müəyyən bir, belə deyək də, oturuşmuş bir həyat olur. Təsəvvür edin ki, bir günün içində bir xoşbəxt bir ailə və sənin gözəl, xoşbəxt bir ailən bir günün içində sənin ovucularının içindən uçub gedir. Və sən səhərə ayılanda artıq tək başına, artıq özün ailə başçısı olaraq davam eləmək məcburiyyətindəsən. Son xanım, təbii ki, şəhid ailəsi məsuliyyətini daşımaq həm qürurludur, həm böyük bir zirvədir. Biraz öncə siz qeyd etdiniz. Eyni zamanda da çox çətin, ağır bir məsuliyyətdir əslində. Bax, o ağır yükü bir gənc xanımın zərif çiyinləri necə qaldıra bilir?
Mən belə qeyd edeyim onu. Ümumiyyətlə qadın güclü olmalıdır deyə bir şey yoxdur. Mən belə düşünürəm. Bilməm, bəlkə yaşanmışlıqlardan dolayıdır. Güclü qadın, mənə elə gəlir ki, qadın nə qədər xoşbəxt olsa, bir o qədər yaxşıdır. Qadını sadəcə olaraq biz istəmədən bizə çizilən müəyyən bir həyat yolu var ki, müəyyən bir öz əlimizdə olmayan qədərimiz var ki, bu qədərimiz belə yazılıb. Biz bunun qarşısında heç bir şey eləyə bilmərik. Allahın yazdığı qədərin qarşısında da, yəni heç bir şey eləyə bilmədiyimiz kimi boynumuz qıldan incədir. Ona görə çox ağır və məsuliyyətli bir belə deyək, situasiyada statusdur və amma daşıması çox gözəldir. Çünki mən və evladlarım, ailə üzvlərimiz biz bir qəhrəmanın belə deyək, təmsil eləyirik bu ölkədə. Neçə övladınız var? İki oğlum var. İki oğlunuz var. Allah saxlasın. Çox sağ olun. Onlara o ata yoxluğunu unutturmağı bacarırsınızmı? Mən cəhd eləmirəm ona. Atanın, ümumiyyətlə valideynin heç bir halda əvəzi yoxdur. Nə atanın yerini kimsə doldura bilər, nə ananın yerini kimsə doldura bilər. Əslində mən sizə kiçik bir şey danışım. Bu neçə illərdə evladlarım da bərabər deyərdim ki, böyümüşəm. Böyük oğlum bir dəfə qayıtdı, dedi ki, mama, mən görürəm, ana, sən hər bir şeyə çalışırsan, çabalayırsan ki, biz hər şeyin ən yaxşısı olsun, ən yaxşısını geyinək, ən yaxşı yerə gedək, hər şeyin ən gözəli biz olsun. Amma sən ata kimi ola bilməyəcəksən. Və mən ona orada qayıtdım, oğluma dedim ki, mən heç ona cəhd göstərmirəm də. Yəni mən nə qədər çalışsam da, bunu mənə elə gəlir ki, bütün tək başına həyatını davam eləyən Azərbaycan qadınlarını şamil eləyə bilərik ki, atanın yerini ümumiyyətlə heç doldurmağa cəhd eləməmişəm də. Çünki bu mənim bacaracağım bir şey deyil. Bugün o sizi eşitsəydi, nə demək istərdiniz ona? Onun üçün çox darıxdığım. Şəhid xəbəri aldığınız anda həyatınızda nə dəyişdi? Yəni o an düşündüyünüz nə oldu? Bilirsiniz, insan eşitmək istəmədiyi məlumata və yaxud da ki, xəbərə hər zaman qulaqlarını kar eləyir. Mən ilk dəfə yoldaşımın şəhid olma xəbərini sosial platforma üzərindən müharibə dönəmində almışdım. Sadəcə olaraq o dönəmdə nə düşündüyüm, hansı olan situasiyaya verdiyim reaksiyaları mən həqiqətən də xatırlamıram. Yəni, nə baş verdi, necə oldu, yenə dediyim kimi gözlənilməz bir hadisə idi bizim üçün. Heç ağlımızın ucundan belə keçirtmək istəyir. O an düşündüyünüz bir şey oldu mu? Nə idi o? O an düşündüyümüz bilsiz nə idi? Yəqin ki, yalandı. Çünki biz olmaq istəmirik o hadisə baş versin və özümüzü ona inandırmağa çalışırıq ki, belə bir şey yoxdur. Amma həyat çox təəssüf ki, sərt üzünü bir başqa cür göstərdi insanlara. Hazırda şəhidimizin elə bir əşyası varmı? Hələ də onu tərk etməyə əliniz gəlmir, ürəyiniz çatmır. Bizim evimizdə Teymurun diş fırçasından tutmuş, idman ayaqqabılarına qədər hamısı öz yerində qalıb. Günü bugünə qədər, yəni biz masada 3 nəfər yox, 4 nəfərin belə deyək, 4 nəfərlik süfrə açırıq, 4 nəfərlik boşqab qoyuruq. Yəni o bizim gözlərimizdən belə deyək də qəlbimizə köçmüş bir insandır. O həmişə sizinlə. O həmişə bizimlədir və hər zaman bizimlə olacaq. Onun nəfəsini, onun ruhunu hər zaman həyatımızda hiss edədiyimiz müddətcə mənə elə gəlir ki, biz yaşamağa, azad vətənimizdə yaşamağa layiq insanlarıq. Çünki onlar bizdən ötürü, Azərbaycan vətəndaşlarından ötürü, bizim millətimizdən ötürü öz canlarından keçiblərsə, biz də onlara layiq formada yaşamağa məcburuq. Şəhid olmamışdan öncə son söhbətinizi, son zənginizi necə xatırlayırsınız? Şəhid olmamışdan 2 gün öncə biz əlaqə saxlamışdıq evlə. Biz orada danışdıq. Sadəcə olaraq bildirdi ki, uşaqları sənə tapşırıram, səni də Allaha əmanət olun. İnşallah ki, bilirsən ki, bu girdiyimiz yolda geri dönməmək də var. Geri dönə bilməsəm,
bilin ki, hər zaman sizi sevirəm. Bu son danışığımız, ondan sonra artıq biz Teymuru evinə şəhid olaraq al bayrağımıza bükülü tabutda qəbul eləmişik. Yəni belə. Biz bu dövlət üçün, bu vətən uğrunda şəhid vermiş, canından keçmiş oğulların ailələriyik. Mənə elə gəlir ki, elə şəhid ailələri də məhz öz statuslarına uyğun yaşamağı bacarmalı, kimi təmsil etdiklərini unutmamalıdırlar. Bundan illər keçəcək üstündən, 10 il, 15 il, 20 il, 30 il. Zaten heç birimiz bu dünyanı tutub yaşayası deyilik. Hər birimiz torpağa qarışacağıq. Amma biz unutmayaq ki, biz bir ömür boyu məzarı insanlar tərəfindən ziyarət olunacaq insanların ailə üzvləri və biz bu statusu layiqincə daşımaq məcburiyyətindəyik. Bu bizim onlara olan vəfa borcumuzdur. Bu bizim onların qarşısında olan mənəvi borcumuzdur. Özünüzü güclü xanım sayırsınızmı? Hal-hazırda istəmsizcəsinə bəli güclü xanım hesab edirəm, amma xoşbəxt xanım olmaq istəyərdim. O gücü hardan alırsınız? Allahdan, övladlardan, doğmaların dəstəyindən? Mən sizə o gücü hardan alırsınız? Mən o gücü yalnız və yalnız Allahdan almışam. Mən zaten həyat yoldaşı gözü önündə, sevdiyi insan, gözü önündə torpağa tapşırılan bir insanın həyata dönməsi, tutulması, belə deyək də kiçik bir film kimi getsə, mənə elə gəlir ki, mənim həyatımda, əgər mən bu günü ayağa dura bilmişəmsə, davam eləyə bilmişəmsə, məni yalnız və yalnız Allaha olan imanım və inamım ayaqda tutub və 2 körpə balam, Teymurun 2 əmanəti var ki, evimizdə hər zaman deyirəm ki, mənə 2 cüt göz baxır. Mən onları atalarının adına layiq böyütməliyəm, oxutmalıyam. İnşallah ki, Allah qismət eləsə evləndirməliyəm, nəvə nəticə sahibi olmalıyam, Allah nəsib eləsə. Gözəl arzularla yaşayırsınız. Bəli, mən də sizin kimi şəhid xanımı, mətanətiniz, dəyanətiniz, sizin kimi ana ilə gerçəkdən bir Azərbaycan xanımı ilə qürur duyuram. Çox sağ olun. Təşəkkür edirəm təkrar sizə. Suallarımızı imtina etmədiniz. Bu qədər dəyərli izləyicilərimiz, dinlədiyiniz fikirlər 2-ci Qarabağ müharibəsinin şəhid leytenantı Teymur Abbasovun xanımı Sona xanım Abbasova idi. Salamat qalın.